dayımız Zarın qaz bulmaq kəndən gəlib. İnşallah aparatı biz vermişdik. Qardaş da Rəmzi qardaş ha? İsmail, Rəmzi o birisi də. Rəmzi qonşu neysən? Rəmzi nə edirsən? Dayın oğlu ha. Allah savan, Allah canlı dəyməsin. Motoru yandırıb, prosta vaxtımız yox dəyişmə. Boşlu motorla qoymuşduq. O firma bizim başımız ağrıdı. Bu firmaya toba. Satan oğlan bax. Ona toba. Əlvida sən motorların. Bax. Bu motordan qoyuruq. Yaguan motoru, voltmetr üstündə olan. İndi görək fluenslər düzəlsə, yəni prosta işimiz çoxdur, vaxt yoxdur deyə uzardan gəliblər, qonaqlar. Gözlətməyək axşama kimi. Bilmirəm, yəqin sarıqdır, sarınmalıdır. Tokun normal səni. Hə? Tokun normal qardaşım. Yaş sat çəkməyibsən ki? İnşallah dəyişirik də, yəni mən kəlmə zamanət vermişəm. Motoru götürürəm. Bir də 7 ildə də işləməyik biz. Nə işləyirik? Bir ildə verirsə ki... Yeni var da. Biz aldıq bunu. Dekabrın 27'si idi deyəsən ya. Sonra da bizdə həftədə 6 dənə, 7-8 dənə belə o reseti. Arasını dəyişəcək. İndi motoru götürürəm, bax. Nə var arasında? Motoru götürürük, onu açırıq, yerdən pokupka təzə motor bağlayırıq inşallah. Aç onu çıxart görək. Çıxmaq istəmir o da. Üzünə verdə çıxmaq istəmir. Bax, o motoru götürürük. Yerdən təzə motor bağlayıram. Mənim işim işdir, kəlməli. Usta sarxan biraz var burası. Onun fluensi var. Hə, onun fluensi də yoxdur. Bunun fluensi var, onda lapası da var bunun. Onun lapası yoxdur. Bu yazda mötəbərlidir, bir də qoruyuculu motordur bu. İnşallah bunda problem olmaz. Toka baxarsan Allahın köməliyi ilə. Onu da götürüb özümüz nəsə eləyək. Baxar sarğıya bəlkə yüngül bir şeydir.